Salam, xoş gördük hamınızı yeni bir vlogda. Bugün sizə həftə sonu işlərimi çəkmişəm. Həftə sonu çox işim var idi, çünki 2 həftədir mən heç nə eləyə bilmirdim. Üstünüzə sağlıq, xəstələnmişdim deyə. Demək olar ki, mən heç nə eləyə bilmədim bu 2 həftəni. Ona görə çox işim var idi bu həftə. Heç inanmıram ki, hamısını çatdıra biləcəyəm. Ona görə elə ən birinci paltarları yumaqla başladım, çünki sabahdan artıq hava dəyişəsidir bazar günündən. Ona görə dedim nə paltarlar var yuyum hamısını. Burada da tökəndə çəkirdim deyə həmişə kimi qırağa töküldü. Bu aktivi mən təzə almışam. 2 dəfədir işlədirəm, amma çox yaxşı iyisi var. Çox bəyəndim. Mən həmişə işlətdiyimdən olmadı. Ona görə bundan götürdüm. Bunu da bəyəndim. İnşallah artıq bundan işlədəcəm. Paltarları da qoydum yuyulmağa. Onlar yuyulana kimi ipdə olan paltarları artıq qurumuşdu. Hava çox qəşəng idi. Gün çıxmışdı şənbə günü. Paltarlar qurumuşdu. Onları çırpdım, götürdüm. Çırpa-çırpa götürürəm, çünki olur, 1-2 dəfə olub ki, uşaqların paltarının içində çəlibdə, hətta çırpmışam belə. Arı olubdu paltarların içində. Ona görə çırpandan sonra da çörüb tərs üzlərinə də baxıram, görüm içində heç nə yoxdur ki. Amma artıq o havalar isti vaxtı olurdu. Havalar soyuyubdu. Artıq elə bir arılar da olmur. Ona görə elə çırpıram, götürürəm paltarları. Uşaqlar da oyandılar, məndən belə yumurta çörək istədilər. Onlar hər dəfə belə bir şey istəmirlər. Uzağı ayda bir dəfə yeyərlər bunu. Elə də çox yemirlər, amma səhər istədilər ki, mama bizə bundan bişir. Sarana Məleykə istədi eləcə. Ona görə elə ancaq onlar üçün elədim. Rəna da bu çörəyi çox sevir. Bu çörəyi ilə elə belə yavaş-yavaş yeyir. Günortaya da balıq elədik. Belə dondurucuda balıq var idi. Onu axşamdan çıxartmışdıq ki, donu açılsın. Şənbə günü hamı evdə olduğu üçün elə, ona görə şənbə günü elədik. Balıq düzün deyim, mən elə də sevmirəm. Məsəl üçün, qaynanamdan yoldaşım çox sevdilər. Ən sevdikləri yeməklərdən biridir. Amma uşaqlar da mənəm, elə də yəni balıq elə də sevmirik. Belə yeməkdir də olsa hə yeyirik, elə belə. Amma ki, adamlar var, bilirəm ki, balıq ən sevdikləri yeməkdir. Biraz da balıqdan belə qoyuruq, pörtlədirik suda, soğutma eləyirik. Mən məsələn belə ancaq yeyirəm, belə xoşdurum. Qızartmanı heç sevmirəm. Bir də özümə belə gül xətmi dəmlədim. Öskürəyə çox xeyirdir bu gül xətmi. Aptekdə satılır. Bundan alıb, birinci dəfədir düzün deyim, bundan almışıq. Məsləhət gördülər ki, bəs bəlğəmli öskürək üçün çox xeyirdir. Ona görə aptekdən bundan aldıq. İndi mən dəmləyib hər gün bundan içirəm. Xeyri olur. Çünki mən bəhməzdə içirəm. İndi hansının xeyri olur bilmirəm, amma məncə otun da xeyri var. Rənanla Məleykə də yolkanı qurdular. Bizdə yolka köhnədir. Yoldaşım uşaq vaxtının yolkasıdır. Oyuncaqları sonradan almışdıq. Şaxta babanın qarqızı sonradan almışdıq. Amma yolka köhnə yolkadır. Özümüz hələ ki almırıq. Çünki Saranan mümkün deyil hələ ki təzə yolka. Sara olmamışdan gedib baxmışdıq yolkalara. Biz bəyəndiklərimiz çox baha idi, çox. Ona görə dedik, gələnlə alarıq. Sonra da Sara balaca oldu. Bildi ki, Sarana mümkün deyil yolkanı qurmaq. Qızlara da demişdim ki, yolkanı qurmayın. Heç nə olmaz. Qoy Sara yekəsin, gələnir. Başa düşəndə qurarıq. Qurdular, amma sonra da peşman oldular qurmaqlarına. Sara imkan vermədi.
Yolkanı dağıtdı, qırdı, tökdü, oyuncaqlarını istədi. Bu da Yolkanın son halı. Oyuncaqları üstündən çıxıb Yolkanın üzünü qızlar istəndilər ki, bəs Sarana mümkün deyil, sökdülər. Dedim, bəs mən sizə demişdim axı, Sarana mümkün deyil yolka qurmaq. Tanıyıram axı mən Sara necədir. Və elə uşaqlardır da, uşaq balaca olanda istəyir yolkanı söksün, oyuncaqlarını oynatsın. Sara da elə söktü yolkanı. Qızlar da təzədən elə söktülər ki, heç olmaz sonra Sara böyüsün, düzəldərik inşallah. Uşaqlara da axşam həmişə olduğu kimi makaron elədim. Çünki onlar balıq yemirlər. Biz günortaya balıq elədik özümüzə. Amma uşaqlar ondan yemədilər. Mən də heç yemək pişirmirdim ki, qoy məcbur olub, ac qalsınlar, yesinlər. Amma gördüm ki, yox. Elə yavan çörək yeyirlər, başqa nəsə yeyirlər. Ona görə dedim ki, axşama makaron eləyim. Çünki uşaqların ən sevdikləri yeməklərdən biridir. Kartoşka qızartmasıdır, makarondur, piraşkidir, belə. Ona görə dedim, heç olmasa belə makaron eləyim ki, ac qalmasınlar, axşamı nəsə yesinlər. Makaron da ancaq belə suda qaynadıram, suyunu süzürəm, verirəm, yeyirlər. Heç birinə yağ qatıram, nə başqa üstünə nəsə bir padliva, heç nə eləmirəm, çünki onlar elə yemirlər. Ancaq elə belə makaronu belə bir də üstünə qatıq töküb yeyirlər. Bir daha salam. Artıq bazar günüdür bu günlərim. Hava görürsünüz necə dəyişdi, yağış da yağır. Əslində günortaya demişlər, mən də paltarları yığmadım ki, günortaya kimi biraz təpsinlər, amma səhər saat 10-dur, 11-ə işləyib, yağış başladı. Mən də paltarları çırpdım, yığdım, götürdüm. İndi aparım evdəki şeyə atdım, şəritə atdım bunların, hamısını qurusunlar. Nədə sarıçıqa? Paltarları indi aparım otaqda səriyim. Paltarları yığırdım əslində buradan. Həmişə çöldə qış olanda, qışda da soyuq olanda paltarları qoyuram orada, tam qurumurlar. Ona görə gətirib evdə belə buna da qoyuram qurusunlar. İndi paltarları yığırdım ucu. Sara maykaları zat qalıbdı. Bir də uşaqlar gəldilər ki, mama yağış yağır. Ona görə yarımçıq qoydum, getdim. Bunları çıxartdım. İndi bunları atacağım bura. Biraz otağın havasını alsınlar, sonra yığacağım. Elə də çox istəmədılar, yağış yeni başlamışdı ucu. İndi otaqları siləcəm. Otaqları siləndə həmişə bundan tökürəm. Bu paltarlara ki tökürük, yaxşı iyi gəlsin. Ondan tökürəm biraz. Onda otaqdan da qəşəngiyi gəlir. Bu dəfə bunu aldım, amma qəşəngdir. Mən həmişə cənub malları olan yerdən alıram. Orada olmayanda olub ki, orada olmayıbdır bir neçə dəfə. Onda mağazindən almışam. Amma çox vaxt elə oradan alıram bu paltarlara tökdüyümü. Mən həmişə aldığımdan yoxdur, neçə dəfədir gedirəm, yoxdur. Bundan aldım, amma bu da qəşəngdir. İndi gedim. Polları silim otaqda. İndi polları siləcəm. Düşündüm ki, bu qəbə deyəndə mənə irad tuturlar ki, niyə qəbə deyirsən, bu xalçadır. Amma qəbə demişik həmişə. Bu qəbənlə bunun yerini dəyişmək istəyirəm. Bu daha enlidir. Oranı da örtəcək. Ona görə istəyirəm tamam ora örtülsün. Ona görə bunların yerini dəyişmək istəyirəm. İndi biraz özümə gəlmişəm deyə. İndi mama baxacaqsa bu video deyəcək, deyəsən sən uje sağalıbsan. Ona görə bu işlərə başlayıbsan. Tumbuçkanı götürdüm oradan. Oradaydı tumbuçka. Onu götürdüm, qoydum qırağa. İndi istəyirəm bunu совсем götürüm buradan. Bunu götürüm. Yerini sileyim. Tamam. Sonra bunu qoyum onun yerinə.
biraz da dəyişiklik olsun. Həm də ora örtülsün, bura örtülsün, bura açıq qalır. Ona görə istəmirəm açıq qalsın. Görək necə alınır. Eləyim sizə də çəkərəm. Hazırdır, yerlərini dəyişdik. Qızlar da kömək elədilər, sağ olsunlar. Onu ora saldıq. Biraz sadəcə buralardan açıq qaldı, da heç nə olmaz. Siləndə nabarot mənə asan da olacaq ki, kravatın altını da silə biləcəm. Çünki ora açıq qaldı. Qəbəni qaldırıb silə biləcəm. Yoxsa altına eləmişdik. Onun altını silə də bilmirdim. Həm də bura əsas odur ki, örtüldü. Rahat. Pəncərəni də açmışam deyə Sarı da gəlib pəncərədən baxır. Burada da həmişə toyuq xoruz olur deyə qonşuda. Onlara quqquluqu edir. Bilir ki, orada olurlar. Ona görə. Belə hava da belədir. Yağış yağır. Soyuqdur. Görək nə qədər davam edəcək. Amma elə belə olmağı yaxşıdır da. Qışdır. Qoy biraz hava sərin olsun. Heç nə. Bu işlə də bitirdim. Neçə vaxt eləmək istəyirdim. Sadəcə